Verilişimizin bu dəfəki fəxri qonağı Vladivostok şəhərində Dostluq Diaspora Hərəkatının təsisçisi və yaradıcısı Ramiz Zeynalov oldu. Ramiz Zeynalov hər kəlməsində vətənə, yurda sevgisindən, bağlılığından danışaraq belə bir cəmiyyətin yaranma səbəblərini açıqladı. Ramiz müəllim, sizin orada fəaliyyətiniz diqqətdən kənar qalmayıb. Bildiyimə görə siz orada təltif olundunuz, çox mötəbər bir belə deyək, mükafatla. El Gücü Beynəlxalq Humanitar Assosiasiyasının İdarə Heyətinin 5 mart 2009-cu il tarixli iclas protokolundan çıxarış, məruzə və məruzə ətrafında müzakirələri nəzərə alaraq İdarə Heyəti qərar alır. 1. Ulu öndər, ümummilli liderimiz Heydər Əliyev şəxsiyyətinə və ideyalarına hədsiz məhəbbət, sədaqət və etiqadına, Heydər Əliyev məktəbinin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi müstəqil Azərbaycanın işıqlı gələcəyi naminə məqsəd yönlü siyasi, sosial-iqtisadi siyasətinə daim dəstək olduğuna. 3. Azərbaycan-Rusiya dostluq əlaqələrinin möhkəmləndirilməsi sayəsindəki səmərəli fəaliyyətinə. 4. Milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında və təbliğində xüsusi xidmətlərinə. 5. El Gücü Beynəlxalq Humanitar Assosiasiyasının nizamnamə və məramnaməsinə uyğun olaraq göstərdiyi xeyirxah fəaliyyətinə, maddi və mənəvi yardıma ehtiyacı olan həmvətənlərimizə hərtərəfli yardımcı olaraq onların problemlərinin həlli yolunda göstərdiyi çoxsaylı xidmətlərinə görə xalqımızın qeyrətli və vətənpərvər oğlu Rusiya Federasiyası, Primorsk vilayəti, Dostluq, Duruşba, Azərbaycan Diaspora Təşkilatı İdarə Heyətinin sədri, Azərbaycan qəzetinin baş redaktoru Zeynalov Ramiz Yusifoğlu, ümummilli liderimiz Heydər Əliyevin şərəfinə təsis olunmuş el atası qızıl döş nişanı ilə təltif edilsin. Qəbul olunmuş qərar haqqında Respublikamızın və Rusiyanın ali hakimiyyət orqanlarına, beynəlxalq humanitar təşkilatlara məlumat verilsin. Budur o bizim hamımız üçün doğma olan mükafat. Hörmətli həmvətənlərimiz, mənə verilən bu mükafatı, mənim fəaliyyətimə verilən bir mükafat kimi yox, bütövlükdə bütün Azərbaycan cəmiyyətinə, bütün Azərbaycanlılara verilən bir mükafat kimi qəbul edirəm. Bu bir daha onu göstərir ki, Azərbaycan rəhbərliyi, onun prezidenti İlham Əliyev cənabları xaricdə yaşayan Azərbaycanlıların taleyinə biganə qalmırlar, daim diqqət və qayğı göstərirlər. Dünya Azərbaycanlıların birinci qurultayında ümummilli liderimiz Heydər Əliyev cənabları demişdir. Azərbaycanlılar hər yerdə yaşaya bilərlər. Lakin onlar öz Azərbaycanlılarını, öz dilini, öz dinini, adət və ənənələrini unutmamalıdırlar. Onların qəlbi yalnız öz doğma vətəni ilə birgə vurmalıdır. Bir də onu demişdir ki, mən xaricdə yaşayan hər bir Azərbaycanlı bizim həmin dövlətdə olan səfiri adlandırır. Doğrudan da belədir. Azərbaycanda yaşayan hər bir şəxs özünə cavab verirsə, özünü təmsil edirsə, xaricdə yaşayan hər bir Azərbaycanlı böyük bir xalqı, böyük bir dövləti təmsil edir. Ona görə də biz həmişə çalışmalıyıq ki, xalqımızın adına layiq hərəkətlər etsinlər.